Bugünlərdə Bakı Kitab Mərkəzində şair Rüstəm Behrudinin kitabının təqdimat mərasimi idi. Mən də dəvətli idim, orada iştirak elədim. Biz öyrəşmişik Bakı ticarət mərkəzi olsun və yaxud tibbi mərkəz olsun, amma kitab mərkəzində çox nəfis şəkildə təşkil olunmuş bir təqdimat mərasimi idi. Bəli, Azərbaycan mədəniyyətinin təmsilçiləri, şairlər, xalq şairləri, yazıçılar, elm xadimləri, alimlər iştirak elədilər və çıxış elədilər. Hamı Rüstəm Behrudini təbrik elədi və tərənnüm elədilər. Ancaq heç kəs Rüstəm Behrudini tanımadı. Mən isə bir seyirci olaraq, sıravi bir vətəndaş olaraq Rüstəm Behrudini kəssə hər kim tökülən qan izini qurtaran dahi odur yer üzünü deyən Cavid Əfəndinin yeganə nümayəndəsi, yeganə varisi Rüstəm Behrudini heç kəs görə bilmədi. Mən bugün öz kanalım vasitəsilə Rüstəm Behrudiyə can sağlığı arzulayıram. Azərbaycan şeirinin əfsanəsi, Azərbaycan şeirinin fəlsəfi nümayəndəsi Rüstəm Behrudini təbrik edirəm. Allah ona can sağlığı versin və neçə belə təqdimat mərasimlərində iştirak eləyək. Rüstəm Behrudi qeyri-adi şairdir. Bəli, o hər baş üçün şairi eləmir. Bizdə şair deyəndə Azərbaycanda bəlkə ən çox şair olan bir məmləkətdir. Sözləri qafiyə formasında salıb təqdim eləmək, sonra şairi adı qazanmaq, bəzən də xalq şairi adını qazanmaq bizdə ancaq bizim ölkəyə xas olan bəlkə də bir xüsusiyyətdir. Rüstəm Behrudi isə görsənmir. Görünür, haqq şairin haqqı da haqdan verilir. Bir də xalqdan. Kitabının təqdimatında mən Sevinç Yunuslu, ben Salih Bahırov. hörmət və saygıyla salamlayırıq. Hoş geldiniz. Hoş gördük sizi. Aziz, sözə dəyər verən. Mən Rüstəm müəllimin timsalında yaxşı bir dost və qardaş qazanmışım. Senin gözlediğin garip Türkmenim. Salam daracı, salam daracı, salam daracı. Aleyküm salam. Bugün burada ziyalarımız oturup ben eminim ki onların 95%'i bilmiş. Çok mübarekli ve güzel kaliteli, güzel sabahlı insanlar hamsi dedi. Ben de mahmut gelsin. Türk dünyasına kendi hayatını adamış çok büyük Türk dünyasının gelmiş geçmiş en büyük şairlerinden Rüstəm Behrudi'nin Sen şehirlerde de gören bilgilerden tanışırsın. Ne dedilerse analarının başı olmalı. Hamısına dede malı gibi şehir. Senden sonra yerlerde tanıdığın ciltte o şekilde görürsün. Yani iller bunu değişebiliyor. Rüstəm bizim tanıştığımız onun hele çok gencidir. Yalçın Eşref'inde ben işleyirdim. O gelmişti. Yani biraz bu hayattaydı. O tanıştığı size çatılmasıyla. Gelir ben Eşref'in başı doktoryal geldiler ki bir Orduvak'tan bir müəllim gelir. Sizle görüşmek istedim. Girdik. Hangi Rüstəm? Behrudi diyor. Hangi Behrudi? Sonra anlattım bu şey, dar ağaçına salam veren erkek dedi. Allah'a çok şükür ki böyle erkeklerimiz var, böyle aksakallarımız var. Hepinize minnettarım, sağ olun, var olun. Çok sağ olun. Sağ salam vermeyin. Rüstem bizim çok sevdiğimiz şairlerimizden. Ben çok beğendiğim şairler. Rüstem yazıçlar birini beğenmiyor ama yazıçlar diye Rüstem'i beğenir.
Ona görə də Ben Rüstem Bey'i tebrik ediyorum. Ve Otur qulaq asın üçün, mənim haqqında söz dediyi üçün. Və Tarih, mən də sevinirəm ki, sizin kimi böyük dostlarla məni şərəfləndirdi. Və mən xoşbəxtəm. Çox sağ olun.